Belə bir fikir deyirlər də həmişə alqı-satqı işini görənlər. Elə sizin özünüz. Yaxşı avtomobilin yaxşı qiyməti olur. Bəli, yaxşı avtomobil az nadir hallarda olur, redkret hallarda olur və çətin tapılır. Və bilirsən, sən radioda verilişində məsələn də biz gələndə deyirsən ki, əlimyanda nə var satışda? Yəni qardaş da bilir də, bayaq da verilişdən əvvəl də ondan danışırdıq. Yəni əlimyanlı maşın nəzərə alın ki, heç bir yana gedib çıxa bilmir. Yəni böyük bir kütlə qarşısına ki, yəni radio olsun, televiziya olsun, canlı yayım olsun. Yəni canlı yayım ola bilər TikTokla, Instagramla, amma belə maşın düşmə qiymətlisə elə məhəllədə satılır. Ola bilməz ki, kiminsə ətrafında avtomobil alqı-satqısı ilə məşğul olan şəxs olmasın. Yəni sənin yoxsa sənin dostunun dostu var. Zəng edirsən ki, mən maşın satıram təcili, filan qiymətə. Gəlir, baxır, aldı. Əgər yaxşı qiymətsə, çox yayılmır. Onda bir dəqiqə, bu təcili qiymətə satılan avtomobillər ki var, səhifələrdə qarşımıza çıxır da. Bəli, onunla da bağlı siz danışaq. Hə, o işi görən şəxsləri tanıyıram. İndi bir məsələ var ki, onda demək istəyirsən ki, onların satdığı qiymətlər təcili qiymətləri deyil. Yox, elə demək istəmirəm. Gəlin belə bu yöndən baxaq da. Hə? O təcili səhifələrin 80%-də satılan avtomobilləri gəlin bir yoxlanışa göndərin, alan müştəriləri, yəni neçə nəfər gedir, qayıdır. Bir deyək ki, 20 nəfər gedirsə, onun 17-si dala qayıdır. 3 nəfər o kimsə baş çıxmayan adam deyir, şeybi yox, alıram. Bir şeydə toxunaq da, siyahı çıxardaq. Əlim yanında olan avtomobillər var da. Siyahı çıxardaq görək hansı avtomobillərdir. Demək olar ki, eyni avtomobillərdir. Infiniti, Malibu, Cruzlar, Ford Fusionlar qardaş. Böyük mühərrikli maşınlar. Əsasən bunlardır. Orada Kia Rio, Hyundai Accent 100-dən 1 düşür, orada tikə-tikə. Yəni satılmayan belə deyək də, o qədər tələbatda olmayan avtomobillər əlim yanında görülür.